Salam TikTok izləyicilərimiz. Bu günə çəkib tədmizəmiz. Həyat evimiz Masazır qəsəbəsində 6 nömrə məktəbin yanında yerləşən Sot yarım torpağın içərisində tam mülkiyyət, torpağın da tikinin də çıxarışı, kupçası var. Hazır ipotekaya yararlı bir həyat evidir. Sot yarımda tikilmiş 4 otaqlı bir həyat evidir. Gördüyünüz kimi belə bir fasadı var. Geniş belə bir həyəti var. Həyətdə rahatlıqla maşın girir. Güləşmək üçün yeri var, su kranı var, trapı var. Kombi aparatı var. Qazı su işığı daimidir. Kanaliz xəttləri mövcuddur dəyərli izləyicilər. 569 nömrə marşrut dayanacağa yaxın bir məsafədir. Gözəl panoraması var. Duz gölünə baxan panoraması var. Geniş böyük bir həyət evidir. Rahatlıqla 2 ailənin yaşayacaq bir həyət evidir. Girdik dəhlizinə. Döşəmə mərmər qranit istipoldur. İsti sistemin qolma xətti çəkilmişdir dəyərli izləyicilərimiz. Qapıdan girən kimi sol zinahda belə bir zalı var. Tavanda alçıvandan figurlar yığılıb, işıqlar quraşdırılıb gördüyünüz kimi. Buradan keçirik, belə bir mətbəxi var. Normal ölçüdə. Döşəmə mərmər qranit və istipoldur. Burada belə bir sanuc yerləşir. Şülqası hamısı var. Dəyərli TikTok izləyicilərimiz, nəzər saatlarım ki, bütün yaşa bəklərin əhatəsində yerləşir. Masazırın ən gözəl bir yeridir. Belə bir qladovkası var. Gördüyünüz kimi istipolun şunurları burada yerləşir. Mağritləndir. Qapısı şəbəkə pəncərədir. Mərtəbə arası beton monolitdir. Fundamentli beton kalkasına döşülmüş bir həyət evidir. Deyərdim ki, şəxsi yaşayış üçün tikilmiş bir həyət evidir. Şəxsi yaşayış evlərindən heç bir fərqi yoxdur. Gördüyünüz kimi kombi aparatının, daha doğrusu radiatorun yeridir. Banına çıxmaq olur dəyərli izləyicilər. Buradan keçirik bir otağına. Həyətinə baxın, gözəl panoraması var. Duz gölünə baxan panoraması var, gördüyünüz kimi. Buradan keçirik digər bir otağına. Belə bir otaqdır. Buradan keçirik üçüncü otağına. Hər bir otaqlarına dəyərli izləyicilərimiz xüsusilə vurğulayım. Kondisioner şnur yerləri quraşdırılmışdır. Burada yerləşir ikinci mərtəbəsində olan sanucuyla şülqasının yeri var. Bir daha nəzər çatdırım ki, hər bir mərtəbəsinin addenli sanuceli var. Qiymət çox münasib qiymətdir. Bazarda bu qiymətə deyərdim ki, belə evlər çox az olur. Nəzər çatdırım ki, dəyərli izləyicilər, Xırdalan şəhərində belə evlər olsaydı 130-140 min civarında olardı. Gördüyünüz kimi gözəl panoraması var. Duz gölünə baxır. Bütün iaşə şəbəkələr hərtəsindədir. 6 nömrə məktəb görünür. Gördüyünüz kimi. Telefon biraz böyüdülmüş ekranda çəkildiyi üçün uzaq görsənə bilər. Ancaq çox bir yaxın məsafədir. Piyada 5-3 dəqiqəyə 6 nömrə məktəbdəsiz dəyərli izləyicilər. Qiymətini şərh bölməsində yazacağım. Tam mülkiyyət, kupçalı, ipotekaya yararlı bir həyət evidir. Başqa həyət evlərimiz də var, mənzillərimiz də var. Daşınmaz əlamətlərlə əlaqədar qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Bugünlük bu qədər. Sağ olun, dəyərli izləyicilər.